Salam, hər vaxtınız xeyir. Bu videoda biz Dilin 20 variant sınaq imtahanı kitabından 11-ci siniflər üçün nəzərdə tutulmuş Azərbaycan dili fənni üzrə sınaq imtahanı 5-ə baxacağıq. Bu sınaq imtahanının mövzusu köməkçi nitq hissələridir. Köməkçi nitq hissələrlə bağlı 30 sual əhatə olunub. Digər 4 sınaq və ədəbiyyatla bağlı sınaqlar da kanala yerləşdirilir. Siz də həm videolara baxıb məlumatlanıb, həm də videoları bəyənib kanala abunə olmaqla öz dəstəyinizi bildirmiş olarsınız. Keçək sınaq imtahanının suallarına. Birinci sual. Bağlayıcılardan birinin yazılışı səhvdir. Gah da doğrudur. Hərçənd ki doğrudur, nəinki doğrudur, halbuki doğrudur, hərgah isə yanlış yazılıb. Cavab olur B bəndi. Hərgah bitişik yazılır. 2. Quruluşuna görə biri digərlərindən fərqlidir. Hərgah mürəkkəbdir. Nəinki mürəkkəbdir. Halbuki mürəkkəbdir. Ha belə də mürəkkəbdir. Hərçənd isə sadədir. Cavab olur E bəndi. 3. Bəndlərdən biri yalnız köməkçi nitq hissələrindən ibarətdir. Yalnız köməkçi nitq hissələri olsun. Yəni digər nitq hissələri ilə amonimliyi olmasın. Əsas nitq hissələrindən. Başqa sifət ola bilir, çıxırıq. Təkcə sifət kimi işlənə bilir, çıxırıq. Bəri zərf kimi işlənə bilir, çıxırıq. Bir sözü say kimi işlənə bilir, çıxırıq. C bəndi amma sanki ötürü isə yalnız köməkçi nitq hissəsi kimi iştirak edirlər. 4. Hansı cümlələrdə həm ədat, həm də bağlayıcı işlənmişdir? Baxaq. Dostlar, gəlin təbiəti seyr edək barı. Barı arzu adıdır. Gəlin yenə də ədatdır. Burada bağlayıcı yoxdur. Birləri çıxdıq. Bir olan cavabları çıxaq. Daha böyük oğlansan, özün fikirləş də. Artıq böyük oğlansan, özün fikirləş dənə. Əgər dahanı artıqla əvəz edə bilirsinizsə ədatdır. Cümlənin sonunda gələn dəni, dəni ilə, danı ilə əvəz eləyə bilirsinizsə yenə də ədatdır. Yəni bağlayıcı deyil, ədatdır. Ona görə əgər danı ha belə, hətta o cümlədən əvəz eləyə bilirsiniz, o zaman bağlayıcı olur. Burada onları ədat kimi əvəz edə bildik deyə, artıq böyük oğlansan, özün fikirləş dənə dedimsə, deməli bu artıq ədat oldu, bağlayıcı olmadı. Qardaş, biz də bu ölkənin vətəndaşı deyilmiyik? Burada də bağlayıcıdır, iştirak bağlayıcıdır. Məsələn, qardaş, biz də həmçinin, hətta bu ölkənin vətəndaşı deyilik mi də ki, bilirik ki, sual ədatıdır, 3-ü götürdük. Mən səndən ötürü əzablara dözmədimmi? Mən səndən ötürü qoşmadı, dözmədimmi ədatdır. Burada bağlayıcı yoxdur. 4-ü çıxdıq. O bilmirdi ki, indi hansını daha çox istəyir. O bilmirdi ki bağlayıcı. İndi hansını daha çox istəyir. Burada daha var. Bu da ədatdır. Cavab olur 3-lə 5 C bəndi. 6. Hansı cümlədə daha ədatı artıq ədatının sinonimidir? Çox bəsit. Harada dahanı gördük, artıqla əvəz eləyə biliriksə ədatdır. Edə bilmədiksə deməli daha orada artıq ədatının sinonimi deyil. Mən sənə daha maraqlı kitablar gətirərəm. Mən sənə artıq maraqlı kitablar gətirərəm deyə bilmirik. Cümlənin mənası pozulur. Biz bura gələndə təbiət daha da gözəlləşmişdi, artıq da gözəlləşmişdi deyə bilmirik. Daha çox istəyən çox qazanacaq əlbəttə. Artıq çox istəyən çox qazanacaq olmur. Coşdu, dalğalandı, dəniz daha da artıq da olmadı. Daha bəsdir, örtülü işlərin üstü açılsın. Artıq bəsdir, örtülü işlərin üstü açılsın. Cavab olur E bəndi. 6. Cümlələrdən birində ca qoşmadır. Baxaq. Biz tələbə görüncə gözümün önünə sən gəlirsən. Bir tələbə görüncə gözümün önünə sən gəlirsən. Baxın, hərəkət bildirən sözdə canı gördünüzsə, şübhələndinizsə, can normalda ismi qoşulur. Əgər ki, hərəkət bildirən sözdə onu gördünüzsə, onu andı ilə əvəz eləyə bilirsinizsə, deməli o onca feili bağlamanın şəkilçisidir bütövlükdə. Bir tələbə görəndə gözümün önünə sən gəlirsən deyə bilirik deyə. Burada öncə bütövlükdə feili bağlamanın şəkilçisidir. Dağları dumanlı görüncə, dağları dumanlı görəndə mən də kövrəldim. Bu da deməli burada feili bağlamadır. Bircə sənə gümanım gəlir, oğul. Bilirik ki, sifətin, sayın, zərfin üzərindəki ca ədatdır, bir mənalı şəkildə. Çıxırıq.
İsimlərin quruluşca 3 növü vardır. Quruluşca, quruluşuna görə deyə biliriksə, deməli qoşmadır. O ingiliscə təhsil arada yadımıza saxlayaq. Dil bildirən sözlərin üzərindəki ca zərfdir. Sifətin, sayın, zərfin üzərindəki ca ədatdır. İsmin üzərindəki ca eyni zamanda onu görə ilə, qədərlə əvəz eləyə bilirsinizsə, deməli bu burada olur qoşma. 7. Qoşma işlənmiş cümlələrdir. Cəhd etdi, ancaq əlləri sözünə baxmadı, amma ancaq bu bağlayıcıdır. Bizdən qoşma soruşur deyə biri çıxdıq. Biriləri çıxaq. Araba köçüb, arabanı qoşub faytonla yola çıxdılar. Fayton ilə yola çıxdılar deyə bilirik deyə qoşmadı. Daha sonra olub keçənləri bir xəyal kimi xatırladı. Kimi var. Burada 3'ü götürürük. İndi burada artıq yer qalmayıb. Burada artıq sözü sifətdir. Bir dön bəri bax, sonra get. Burada ədatdır. Cavab olur 2, 3, A bəndi. 8. Hansı cümlədə heç sözü ədatdır? Bu sözü heç kəsə, burada heç kəs bütövdür. Heç kim unudulmur, burada da heç kim bütövdür. Heç özüm də başa düşmürəm ki, mən kiməm? Burada bilirik ki, hə, yox, bəli, xeyr, heç də inkar ədatdır. Burada da inkar edir ki, heç özüm də başa düşmürəm ki, mən kiməm? Cavab olur C. Heç nə bütövlükdədir. Sən, ey bu kainatı heçdən yaradan, burada da heçdən ədat deyil. 9. Hansı cümlələrdə həm ədat, həm də bağlayıcı işlənmişdir? Baxaq, həm bağlayıcı, həm ədat. Doktor çox alicənab və ürəyaçıq insandır. Doktor çox alicənab və ürəyaçıq insandır. Çox alicənab və bağlayıcıdır. Alicənab, sifətin qarşısındakı çox ədatdır. Biri götürürük. Anası kimi o da bəstəboy və qarayanyaz idi. Anası kimi qoşmadı. O da bağlayıcıdır. Həmçinin o da və də bağlayıcıdır. Yoxdur burada. Çovğun başladığı üçün malqara belə geri qaytarıldı. Çovğun başladığı üçün malqara belə geri qaytarıldı. Burada ədat yoxdur. Çovğun başladığı üçün malqara geri qaytarıldı. Daha doğrusu belə ədatdır. Başladığı üçün də qoşmadı. Ona görə burada ədat var, bağlayıcı yoxdur. Bu da bizə lazım olmadı. Yarım saatdan sonra gedənlər də geri döndülər. Yarım saatdan sonra qoşmadı. Gedənlər də geri döndülər. Burada da qoşma ilə bağlayıcıdır. Bu da bizə lazım olmadı. Hətta evlərinə bir dəfə elçi də göndərmişdilər. Burada ədat da var, bağlayıcı da var. Ona görə 1 ilə 5'i götürürük. Cavab olur B bəndi. 10. Bircə bir sözü ədatdır. Hansı variantlarda? Hər çəmən gözündə qara bir zindan. Hər çəmən gözündə qara bir zindan. Demişdik ki, 1'i 2, 3, 4 ilə əvəz eləyə bilsək, saydı eləyə bilmiriksə, cümlədən çıxardırıqsa, məna pozulmursa, ədatdır. Hər çəmən gözündə qara zindandır. Deyə bilirim deyə 1'i götürürük. Daha sonra, bir tük belə əskilməsin sənin başından. Bir tük, 2 tük deyə bilirəm, ona görə çıxırıq. Bir qədər açıq danış, burada bir qədər bütövdür. Bir dön, bizim Bakıya bax, 2 dön, 3 dön deyə bilmirəm deyə, bu da ədatdır. Cavab olur 1, 4, A bəndi. Bir zamanlar bura yaşıllıq idi, burada bütöv gedir. Nə vaxt, nə zaman, bir zamanlar. Evet, cavab olur A bəndi. 11. Hansı cümlədə bağlayıcılarda vergül işarəsi səhv qoyulub, yəni. Heç su da tapılmır, çünki buralar bərk isti olur. Burada düz qoyulub, çünkidən qabaq vergül qoyulmalıdır, düzdür. Birləri çıxırıq. Daha sonra, lakindən əvvəl vergül qoyulmalıdır. 2 səhvdir. Bizə lazım olan cavablardan biri 2'dir. 2 olan tək cavab var, o da E bəndidir. Amma variantlara baxaq. Nə zaman ki sən gəlirsən, sevincimiz yerə göyə sığmır. Burada səhvlik yoxdur. Bu düzdür. Hava soyuq idi. Qar əlaməti isə-dən sonra vergül qoyulmaz. 4. Onlar o cümlədən əvvəl vergül qoyulmalıdır. 2, 4, 5. E bəndi. 12. Hansı cümlədə fərqləndirilmiş söz ədatdır? Özünü təmizə çıxarmaq istəsə də, sağdan sonra gələn da ədat olur. Cavab olur, şərt şəklindən sonra gələn da ədatdır. 13.
Cümlələrin birində 3 müxtəlif köməkçi nitq hissəsinə aid söz işlənmişdir. Baxaq. 3 müxtəlif köməkçi nitq hissəsi olsun. Artıq dağlarda, lap uzaqlarda qalmışdı. Artıq ədatdır. Bağlayıcı ədat. Çıxdıq. Müxtəlif olmalıdır. Hələ gör bir onlar da bura gələ biləcəklərmi? Gör ədatdır, bir ədatdır. Bağlayıcı. Çıxdıq. Gəlin rəqs edək. Ədat. Həm də bağlayıcı. İkisi var. Meşənin ortasında gözəl bir çəmənliklə qarşılaşdıq. Burada da bir var. Sadəcə bunu. Amma burada bir ədat deyil. Gözəl bir çəmənliklə qarşılaşdıq. Amma bir burada ədat olur. Ədat olur. Sadəcə bir dənəsi var. Gəldik bura. Torpaq da kəsək bağlamışdı. Bağlayıcı, lap ədat, kimi də daş kimi qoşmaq. Cavab olur E bəndi. 14. Cümlələrdən birində bax sözü ədatdır. Sənə sualım var. Gözümün içinə bax. Demişdik ki, bax hərəkət bildirən sözlər. Adətən belə deyək də, cümlənin içərisində sadə cümlədirsə, orada 2 dənə hərəkət bildirən söz varsa, deməli onun biri adətən ədat olur. Və çox zaman da ədatı cümlənin əvvəlinə salırlar. Əgər cümlədə inversiya hadisəsi baş vermirsə, bir feil sonda, bir feil əvvəldə gəlibsə, burada da bu ədat kimi çıxış edir. Və məna məsələsi də var. Çıxartdıqsa, məna pozulmadısa, deməli orada ədatdır. Məsələn, bura baxaq. Sənə sualım var, gözümün içinə bax olmalıdır da, yəni hərəkət bildirən söz olmalıdır. Ona görə bunu çıxırıq. Sən bizim ellərin ruhuna bir bax. Bu da həmçinin. Diqqətlə bax. Bu tarixdir, şanlı tarix. Diqqətlə bax. Diqqətlə bunun ardı gəlməlidir. Ona görə bu da feildir. Bizim deməyimiz odur ki, özünə yaxşı bax. Eyni zamanda bu da feildir. Onlar mənim yox, bax, bunun dostlardır. Onlar mənim yox, bunun dostlardır. Deyə bildim. Deməli, bu ədatdır. Cavab oldu E bəndi. 15. Köməkçi nitqləri arasındakı uyğunsuzluğu müəyyən edin. Ca qoşma ədat olur. İlə qoşmalı bağlayıcı olur. Yəni bağlayıcı ədat olur. Gör ədat modalsız yox. Gör sadəcə ədat olur. Bir də feil ola bilir. 2 ədat bağlayıcı düzdür. 16. Altına xaç çəkilmiş sözlərə əsasən Eyler və Indəqrəhi yanlış fikirləri müəyyən edək. Elə külək əsirdi ki, göz açmaq mümkün değildi. Burada elə əvəzlikdir, sifət əvəz edib. Elə mənim demək istədiyim də budur. Bu isə ədatdır. Cümlədən çıxardım. Mənim demək istədiyim də budur. Burada isə bu məna pozulmadığı üçün ədat olur. İndi yanlış fikirlərə baxaq. Leksik mənası var, düzdür. Biri çıxdıq. Suala cavab verir, düzdür. Çünki dediyi əvəzlikdir, sifət əvəz edib. Cümlənin mənasını qüvvətləndirməyə xidmət edir. Hansı? Bu. Bu elə. Bura deyil. Ona görə ortaya yazılıb deyə səhv fikirdir. 3'ü götürürük. Daha sonra əsas nitq hissəsi ilə amonimdir. Bəli, əvəzlikdən amonimdir. Bunu da çıxdıq. Hətta sözlə əvəz edilə bilər. Hətta sözlə əvəz edilə bilər. Hətta mənim demək istədiyim də budur. Bu yanlış fikirdir. Cavab olur A bəndi. 17. Yalnız bağlayıcı kimi işlənir. Məsələn, da var, ədatdır. Yəni, ədatdır, suadadır. Ancaq məhdudlaşdırıcı ədat kimdə ola bilir, bağlayıcı kimdə ola bilir. 2 ədat bağlayıcı ilə qoşma bağlayıcı. Cavab olur C. 18. Nümunədə hansı köməkçi hissəsinə aid söz işlənməmişdir? Əgər olmasaydı, ana zəhməti. Bağlayıcı şərt. Qazana bilməzdim heç bu şöhrəti. Ədat. Onun duaları olmasaydı nida. Ömrüm puç olardı yəqin bir sabah. Yəqin bir sabah, bu da modal sözdür. Qoşma yoxdur. 19. Köməkçi hissələrin işlənmə arzunu müəyyən edin. Yaşamaq yanmaqdır, yanasan gərək. Həyatın mənası yalnız ondadır. Burada gərək var. Gərək ədatdır. Ədat. Belə birinci ədat olan tək variant. Burada C-dir. Gərək. Həyatın mənası yalnız ondadır, ancaq ondadır deyə bilirəmsə ədatdır.
Yenə ədat. Şam əgər yanmırsa, əgər bağlayıcıdır. Yaşamır demək. Onun yaşamağı demək modal sözdür. Cavab olduqca ibadə. 20. Nümunədə köməkçi işləmiş köməkçilərin arzularını müəyyən edək. Mən də özümü sanki dünyanın ən xoşbəxt adamı hiss etdim. Çünki böyük sənətkarlarla üz-üzə əyləşmişdim. Baxaq. Mən də bağlayıcı 2. 2-nin ilk gəldiyi yerlər 2 variantda var. 2 bağlayıcı. Daha sonra özümü sanki modal sözdür. 4. 2, 4 beybənd. Sonra nə var burada? 3 ədatdır. Ən. Çünki bağlayıcıdır. Sənətkar ilə bu da olur qoşma. 3, 2, 4, 3, daha doğrusu 2, 4, 3, 2, 1. Bəli. Cavab olur beybənd. 21. Nida işlənməmişdir. Bu dilim qurusun, yalan deyirəmsə. Burada var. Heyif ki, illər keçsə şöhrəti artmadı, azaldı. Burada yoxdur. Aha, var. Ey vay, vay, afərin var. Köməkçinin hissəsi işlənməmişdir. Baxaq. Heç bilmədim, ömrüm necə gəldi, necə getdi, heç var. İşlənməmişdir, deyir. Bir gün küçə qapısı döyüldü çox sürətlə. Bir gün küçə qapısı döyüldü çox sürətlə. Burada çox ədat ola bilər. Çağlamaq istəyirəm dağda şəlalə kimi qoşmadı. Oxu bülbül bəlkə modal sözdür. Mən belə dünyanın nəyindən küsüm. Mən belə dünyanın nəyindən küsüm. Burada belə sözü necə dünyanın sualına cavab verirsin. Artıq o da kömək ədat olmur yəni. 23. Həm ədat həm də nida işlənmişdir. Oho bellərinə varam da. Oho da var. Dənə deyə bilirəm deyə bu da var. Bax bu başqa məsələ. Burada nida yoxdur. Ay uşaqlar çağırış nidasıdır. Tez olun gecikiri axı. Gecikiri ax. 3. Ey sözə qulaq as, sonra peşman olarsan. Ey sözə qulaq as, sonra peşman. Ey var amma nida var amma ədat yoxdur. A bu ki heç kəsi tanımır. Burada da A var, heç kəs var. 5 olur. 1, 3, 5. 24. Həm modalsız həm də nida işlənmiş cümləni tapmalıyıq bu dəfə. Vay vay deyəsən həm modalsız həm nida. Biri götürdük. Aycan gedirik demək. Burada da var. Bəlkə tali qarışsan, bəlkə modal sözdür, nida yoxdur. Orxan gələn var, aman durma çəkil. Modal söz yoxdur. Vaxtı atamın adını da bilir. Nida var amma modal söz yoxdur. Cavab olur 1-dən 2. 25. Hansı cümlələrdəki ədatlar feillə amonim ola bilər? Baxaq. Qorxmuram. Qoy külək dolsun içəri. Qoy. Ola bilər. Zaman öz yerində dayanaydı deyə bir ədat yoxdur. D. Niyə qorxurlar düz sözdən niyə? Ədatlar feillə amonim ola bilər. Burada yoxdur. Gör Xəzərə kür nə deyir? Gör var. 4. Demək şirinlikdirdim onu indidən. Modal sözdür. 1, 4. 26. Digər köməkli nisbələrə amonim olmayan nidaları müəyyən edin. Digər köməkli nisbələrinin amonimliyi olmasın. Axı var ədatdır. Ola bilir yəni. 2 var. 2-ni götürürük. Kaş ədat olur, götürmürük. 4-ü götürürük. Aydakı əfsus, əhsən, ay. Əfsus burada modal sözdür. Bunu da çıxırıq. 2-dən 4 qalır. 27. Qoşmanın tələffüzü fərqlənmir, tələffüzü fərqlənir. Baxaq. Quş qanatla uçar, insan diləklə. Quş qanatla uçar, insan diləklə. Burada
Sözündə tələffüzü dəyişilib, qoşmanın da tələffüzü dəyişilib. Ona görə bu gedir 3-ə. Daha sonra bu kitabı məhz sənin üçün gətirmişəm. Sənin üçün gətirmişəm. Sözün sonu samitlə bitirsə, üçün gəlirsə, üçünün üsü düşür. Sənin üçün gətirmişəm. Ona görə bu gedir. Daha doğrusu baxaq. Hə də burada bu belə olur. Bəli. B-yə gedir. Şeir haqqında fikrin nədir? Şeir haqqında fikrin nədir? Şeir haqqında fikrin nədir? Burada bu haqqında sözü şeir sözünə qoşulub şeir olur. Haqqında da haqqında olur. Ona görə burada qoşmada qoşulduğu sözə fərqli tələffüz olunur. Bu gedir C-yə. 3-ə, yəni C gedir. Otaqda kitablardan savayı heç nə yox idi. Otaqda kitablardan savayı heç nə yox idi. Burada fərqlən bir şey yoxdur. Anan səndən ötürü nigarandır, tez get. Anan səndən ötürü nigarandır. Burada da heç nə yoxdur. Cavab olur 1 D, Y, 2-yə B, 3-ə də A və C. Mətnlə bağlı suallara baxaq. Fətəlinin məktubu. 3 sual var. Suallara nəzər yetirək. Sxemi tamamlayın. Altından xətt çəkilmiş cümlədə müəllif öz səmimi fikirlərini ifadə edir, fikirlərini kinayəli ifadə edir. Siz əgər bu mətni, yəni video saxlayıb mətni oxumuş olsanız görəcəksiniz ki, bu fikir kinayə ilə səslənib. Əslində oxuyanda burada adi bir cümlə kimi gəlir, amma ümumi mətni oxuyanda o sözlərin kinayə olduğu, yəni Fətəli deyirdi ki, yəni onun həmvətənləri, yəni bu cəhətlərin pisləyirdi ki, sadəcə yeyib içməkdən ibarətdir. Həyatları heç bir məqsədləri, amalları yox idi, amma Fətəlinin özü millət üçün, vətən üçün mübarizə aparan bir şəxs idi. Ona görə bu kinayələr ifadə idi. Mətndəki nöqtələrin yerinə uyğun gələn ifadə. Amma əzab-əziyyətləri səmimi qəlbdən qəbul edəcəyim ki, həmvətənlərimi qaranlıqdan işığa çıxarım və bunun mənəvi ləzzətini alım, dadım deyə bilərik. 30. Sıxıma istənilən nöqtələrin yerinə mətndəki ziddiyyətli məqamları ifadə edən fikirlər yazaq. Bayaq dediyim kimi, Fətəli xan cəmiyyətə biganə qala bilmirdi. Milləti üçün özünə aid olan hissədə mübarizə aparırdı. Fətəlinin yaşadığı cəmiyyət isə, bayaq dedik, onlar hər şeyə qarşı biganə idilər. Sadəcə məqsədləri, yəni həyat məqsədləri yemək, içmək, geyinməkdən və aqibətləri haqqında, yəni hər hansı bir məqsədləri yox idi. Ona görə də bu fikirlərdə bura qeyd edə bilərik.